Belə suallarda fiqurlar müxtəlifsə onların bucaqları rol oynayır hər zaman. Normalda bir sual vermişsə, bu neçə bucaqlı fiqurdur sizcə? Normalda tələbələr adətən deyir ki, 5 bucaqlı fiqurdur. Yox. Bu 5 guşəlidir. Bunlar guşələrdir. Bucaqları, bax, belə xəttləri, tərəfləri saymaqla tapa bilərsən. 1, 2, 3, 4, 5, 6, 7, 8 bucaqlı bir fiqur. Bu neçə bucaqlıdır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Arada bölmə var da, hə? 11-i 8-ə vurursan 88, 1-i 11-ə vurursan 11. 88-i 11-ə bölürsən olur 8. Tamam. Rəqəmi vurursan bucağa, alınan cavabları bax burada necə deyərlər, bölmək olar. İndi gəlirəm axırda bura. Bu 6 bucaqlı, bu 6. 6 vur 6 edir, qiymətimiz 36. 36-nı 36-ya böləndə 1 eləyər də. Deyə Y variantı olur. Bax, bu çünki 3, 4, 5, 6 bucaqlıdır. Bu da 6. Olur. 36 və 36 1. Baxıram ki, bu paxlavaların içində yazılan ədədlər. Paxlavaların içində yazılan ədədlər kvadrat ədədlərdir. Misal üçün, 49-u görən kimi bilirəm 7-nin kvadratıdır. Yəni 1 ilə 6-nın cəmi 7 kvadratı olur 49. Toplayıb kvadratı yükseldirsən. 8 ilə 5 13 kvadratı 169. Onda B-miz olacaq 6. 6 ilə 6 12. 12-nin kvadratı 144. Burada bölüyor da zaten. 6 6 12 144. Hə, yaxşı, bəs. Yaxşı, bəs. Bu A nətər tapılar? A-nın xalası oğlu 24 bu da burada misal üçün, hə? Kvadrat. Məsələn, 13 ilə 11-in cəmidir də 24. Bəli. A-sın. 49, məsələn, 81-dən 49 çıxıb böləndə də olur deyir. 13 ilə 11 toplayırsan Burada 20. deyə də 12 dənə. Bəli. Cavab 9 ilə 7-nin cəmi 16. İndi bu A-nı tapmaq üçün 13 ilə 9-u toplayırsan olur 22. A da olur 22. Onlar ki, kənardan kök alıb toplayırsan. Burada nə var? 10 bucaqlı fiqurdur da bu. Cəmləyib ona bölürük. Qarşı-qarşıya bucağın içi ilə çölü bir-birinə vurulur. A-son. Qarşı-qarşıya. Yəni cavab 36-dır. Bəli, bəli, bəli. Bax, 9-u vurursan qarşısındakına 4 olur 36. 12-ni vurursan 3-ə eləyir 36. 18-i vurursan 2-yə 36. İndi nəsə də 1-i 36-ya vurarsan ki 36 eləsin. Burada yəqin bax bu kvadratları görürsünüz. 8-dən 7 çıxırsan 1 kvadratı 1. 6-dan 3 çıxırsan 3 kvadratı 9. 7-dən 1 6 kvadratı 36. İndi 4-dən 2 çıxacağım 2. 2-nin də kvadratı olacaq 4. Burada nə var? Ədədləri toplayıb sonra alınan ədədlər bir-birinə vurulur daha sən. 4, 6, 7, 4, 21, 2, Yox. 4, Yox, Hərəsində alınmır. neçə dənə 4 var? Birincidə 2 dənə 4 var, ikincidə 1 dənə 4 var. Bəli, bəli. Burada 2 dənə 4 var. Burada 1 dənə.
Burada 3 tane 4 var. Burada 4 var, yoxdur 0. Bəli, 4 rəqəmlərinin sayını göstərir. Bax, 5 ilə 3-dən 98 alınır. Operatorlarda qızıl qayda var idi ya. 2 balaca ədəddən böyük ədəd alınırsa. Kvadratları cəmidir. Kvadratlarla Bu- bağlı idi ya ikisindən hasili ilə Ayso. bağlı idi. Ya hasil ya kvadrat. Kubları Eee, fərqli olur. kubları fərqi, bəli. 125-dən 27 çıxırsan. Bəli. Olur kubları fərqi. 26-ya da C variantı. 27-dən bir Bəli, 26 olacaq. 47. Müəllim B variantı. Necə? Cəmi hamısı 30 eləmək. Ayso, bəli. Bayaq dedik ki, bir neçə üsulu yoxlasan heç nə alınmır. Burada cəmləri bax 5, 5, 7, 7 və 6 cəmləri olur 30. Bunlar da 30 eləyir. İndi 5, 5, 5, 5, 20, 10 lazımdır da bəli. Yəni kənarları vurub, sonra aradakı fərqi bölmüşdüm 2-yə. Elə alına bilər, Yox, hamısında getmir o. getmir. Hə. Burada bəs. Bu deyəsən baş sındıran sualdır mənim. Əslində çox asan sualdır. Prosta bunu çox adam necə deyirlər? Çətin tapır. Yeddən 7 çıxır 0, 9-dan 8 çıxır 1, 5-dən 3 Bəli, çıxır əla. 2. Ayso, bəli. İndi gördüm Günayda yazıb. Bəli, doğrudur. Rəqəmləri fərqidir. 7-dən 7 çıxırsan 0. 9-dan 8 çıxırsan 1. 5-dən 3 çıxırsan 2. Bu rəqəmlərin fərqi 3, 4, 5, 6. Bizə rəqəmlərin fərqi 7 lazımdır, olacaq 2. Bəli. Gəl sizə bir dənə möhtəşəm dövlət qulluğunun qəbul sualını göstərim. 57-ci sual. C variantı 2-dir. A 5 deyirsən. 3, 3-dən 2, 5. Bir dəfə aşağıdakilərin fərqi, bir dəfə yuxarıdakilərin cəmi belə qalxır. Yaxı 6 ilə 1-dən 6 ilə 1-də alınmır. Ay yox, hə, 5 tərəfi baxdım, ora baxmam. Gərək ikisinə də baxım da. Bəli.
Müəllim, bu qıraqdan baxanda 5 3 5, bu tərəfdən də 1 3 5 belə 0 ola bilər, yəni elə məntiqlə götürəndə. Bir dəfə artır bu tərəfdən, digər tərəfdən azalır. Pilləkən kimi də belə. Ümumiyyətlə 1 bir 3 sualda 5 aha. 7 olmalıdır. Burada da Yo, məsələn yo, 5 3 yox. bəzən 5 gəlir. Yox, tam əlaqəsiz. Bax, ümumiyyətlə Biraz fərqli olur. bir sualda 0 varsa, həmin sualın 0 çıxma ehtimalı daha çox. Yəni, bir sualda 0 varsa, 0 tapa bilmirsənsə, şey eləyərsən, necə deyərlər? Götürüb atarsan. Yəni 0 atmaq da səhv də çıxa bilər amma atmaq məntiqlidir. Bax, piramidalarda normalda bilir ki, aşağıdakı ikisindən yuxarıdakı alınır. Bax, bəzən piramidalar gördün bir neçə adi standart üsul alınmazsa, 300 baxırsan. Bu üçün cəmi eləyir 10. Bu üçün cəmi 10 eləyir. Bu üçün cəmi 10 eləyir. Bunların cəmi 10, bunların cəmi 10. İndi bunların cəmi 10 eləmək üçün faktiki 10 eləyirlər, bizə 0 lazım. Şeydə, yəni bu toxunma bunu, deyir, meyvəyə dəymə. Cavab olur 0. Yəni 3'ü 3 qruplaşdırırsan cəmləri 10 olur. Heç nə. Bu oldu belə. Keçirik. Yüksək səviyyəli suallar. Ümumiyyətlə, bu cür dairəvi suallarda əksər hallarda çarpaz baxmaq lazımdır. Məsələn, bax, 12-ni 5-ə vurursan, eləyir 60. 17 ilə 13-ü toplayırsan, eləyir 30. Cavabları bir-birinə bölürsən, alınır 2. İndi 32-ni 3-ə vuracaqsın, 96, 8 ilə 8 də 16. 96 16-ya böləndə olur 6. Tamam, bu dairəvi 9 5 suallarda 4 11-də 10 ödəyir müəllim. 9-u 5-ə məsələn 40, 45, 40-ı da böləndə yox 45, 45. 40 45 15-ə bölürsən. bəli. Da 44 edir də. 4 vur 11. Orada 3 alınma daxı. Alınır. Bunda o ödənmir. Çünki Alınır, bizdə alınır. bu içəridəki rəqəmi almalıyıq da. 9 vur 5 45, 4 vur 11 44. Aha. Yo, yo, yo. Sən bax. 9 vur 5 45. 4 ilə 11-in cəmi eləyir şey. 4 ilə 11-in cəmi 11. Hə, cəmləmə öz istəyirəm, cəmləmə. Ha. Mən vurmuşam Birin, çəkib, ona görə elə demiş. Bəli. bəli, birini vurub birini toplayırsan. Ay. İndi. Burada belə bir gözəl bir sual var. Mən istəyirəm bir daha o suala baxaq. Bax, belə suallarda burada nə düşünürsünüz bununla bağlı? Deməli, birinci yazdığı Bu xarici ola bilər. daxili bucaqlarının sayıdır. Siz magistra hazırlaşmısınız? Səadət xanım. Bəli. Hansı ildə? 2021. Neçədə məntiq yazmışdınız? Tam yadımda deyil doğrusu, amma yüksək yazmışdım. Allah. Müəlliminiz kim idi? Rafiq müəllim. Hə, tanıyıram. Allah. Bəli. Çölə baxan və içəri baxan bucaqlar olur. Yəni, bax, bura 3-5 niyə yazıblar? Baxın, 5 dənə görürsünüz çölə baxan bucaqları var. 5 dənə. 3 dənə içəri baxan bucaqlar var. Baxın, 1, 2, 3. Tamam. İndi burada 4 dənə çölə baxır. 4 dənə də 4 dənə də içəri baxır.
4 belə, 4 belə. Müəllim, elə olar ki, məsələn, mən tərəflərini saydım. Tutaq ki, birincidə 8 eləyir də, 3 ilə 5-in Bəli. cəmi Hə, 8. burada Yəni, da 8 eləyir. məsələn, o Aha. ancaq tərəflər, hə, bir dənə A da eləyir də. Aha, çox gözəl. Bir də indi sizə sual göstərəcəm. Burada da cavab 4, 4'dür. Bayaqki metodumuzla gedirik. Yenə cavabımız 4-dən 4 alınır. Amma bax, cəmi 8 olan bu da var, bu da var. Gördünüz? 4'ü içəri, 4'ü çölə bucaqda, bu da. Bəli, 4'ü 4'ü çölə, 4'ü içəri bax. Amma yoxsa o bucaq ümumi cəm burada o deyir işlərimizi pozur biz. Baxırıq bu suala. Çox gözəl bir sualdır bu. Məsələ nədir? Baxırsan ki, burada Müəllim, rəqəmlərini... üzr istəyirəm. Aha, Bir dənə deyə bilərəm. buyurun. 2-2 artmır bu. Cəmlər Ha, birinci. Bəli, Cəmləri 2-2 artır. bəli, bəli, bəli. Bu rəqəmlərin cəmi 11-in rəqəmləri cəmi eləyir 2. Bu rəqəmlərin cəmi 4. Bura 6, 8, 10. Yəni burada da. Bu rəqəmlərin cəmi 4, 6, 8, 10, 12. Bu rəqəmlərin cəmi 6, 8, 10, 12, 14. Bu rəqəmlərin cəmi 8 eləyir. Buraya indi 10 lazımdır. Yəni B-miz 2 olur. Bura 12 lazımdırsa A-mız 6 olur. Bəli. 14 və 16. Rəqəmlərinin cəmi ilə bağlı bir sual. Bəs bu sual Rəqəmlərinin Birinci cəmidir üç bu. gəlir, ikinci Ortalar yuxarıdakının rəqəmlərinin cəmi. bəli, bəli, bəli. Yəni Əslində bu 65 asan 11-in sualdır. Bəli. Prosta bunu çox adam imtahanda tapa bilməmiş. Bilirsiniz niyə? Mən özüm şəxsən bu sualı gec tapmışdım imtahanda. Ona görə ki, adamın ağlına elə gəlir ki, 11 ilə 1-dən 65 alınır da, amma elə deyil. 65-in rəqəmləri cəmi 11-dir. 65-in rəqəmləri fərqi nədir? 1-dir. 1. Bəli. İndi cavab Y variantı olacaq. 6 ilə 4-ün cəmi 10, fərqi 2. 4 ilə 2-nin cəmi 6, fərqi 2. Olur bu formada. Bu operator tipli sualdır. Müəllim, burada 7-dən 3-ü çıxıb 4, ikincidə 4-ün üstə 4 gəlib 8, elə 5-dən 2 çıxırsan 3, birincidə məsələn. Aha. Bəli. Tək-tək. Burada Qıraqlarda bax belə. Aha. soldan sağa çıxır. Ortada soldan sağa, sağdan sola çıxır. Bəli, bax. Belə getmək olar əslində. Eyni yerə gəlib çıxacağıq. 74-dən 38-i çıxırsan 44. 5-dən 3-ü çıxır bir dəqiqə. Yox, düz olmaz. Yox. Yox, başqa sualdır. Mən bax, hə, belə olur. 7-dən 3-ü çıxırsan 4, ay sol. 8-dən 4-ü çıxırsan 4, 5-dən də 3-ü. Elə ki, qıraqlarda soldan sağa çıxırsan, ortada sağdan sola. Müəllim, elədir. Bəli. Bəli, olur belə. Hə, buna aid başqa bir sual var. Bax, buralarda bir yerdədir. Mən orada başqa bir sual var. Bir dəqiqə onu görüb tapa biləcəm. Nəsə, bu testləri sizə görəcəksiniz. İkisini toplayıb, bir çıxır, axırıncıları toplayıb belə bir şeydir. Bax, məsələn, baxın bu sualla bağlı. Görürsünüz? Bu sualda nə var? Rəqəm çox var. Deməli, qıraqlardan orta alınıbsa, deməli, böyük ehtimalla necə olacaq?
Toplama. Ümumiyyətlə bu suallarda uşaqlar rəqəm çox varsa toplamaq lazımdır. Və bunları qıraqları toplayırsan olur 35. 35. Bir gəlirsən 36 edir 6-nın kvadratı. Bunları toplayırsan olur 15. Bir gəlirsən 16 4-ün kvadratıdır. Nəsə idi bunları toplayırsan edir 20, 30, 48 edir. Üstünə bir gəlirsən 49 nədir? 7-nin kvadratı. Olur belə. Gəlin sizə bir gözəl bir sual göstərim. 70-ci sual. Bax gəlin deyim. Biraz çətin sualdır. Biraz fikirləşək demək. Biraz fikirləşin. Mən rəqəmlərin cəminin kvadratlarını toplayıb kənardakı Yox. Özünüz deyim daha biraz çətin sualdır, tapa bilmirik. İpucu vereyim. Bu elə bir sualdır ki, biraz gəl həllini deyim sonra. Çünki bu sual mənə magistr imtahanımda düşmüşdü. Tapa bilməmişdim. Yarım saat baxmışdım suala o vaxtı. Nə elədim ağlıma gəlmədi də. Yəni ki, heç imtahandan sonra da bu sual çox gec tapıldı.
Yəni həllini biləndə baxdım ki, yəni bu sual mən həqiqətən tapa bilməzdim. Yəni zaten tapa da bilməmişdim. Tema nədir? Bax, bunu 1-ə vurur, bunu 2-yə vurur, bunu 3-ə vurur, sonra toplayır hamısını alır 80. Buradan tutmaq olar bəlkə də 1-ə vurur, 2-yə vurur, 3-ə vurur. İndi 20-ni 1-ə vurursan Mən orada 20. eləmişdim, amma birincini 3'e vurup sonra 2'ye Hə, sonra da Aysun. 1'e vurdum. Ona göre o bir tərəfdə ödəməli. Amma eləmişdim 6'da onu. Hə, burada prosta Aysun problem oldu ki, sən bilmirsən ki, hansına vurursan. Bax, sualı da biraz çətinləşdi. Odur. İndi bunu 1-ə, bunu 2-yə, bunu 3-ə vurub toplayanda olacaq 79. Olacaq belə. Burada nə fərqdir? Mənim 14'ü 2'ye bölüp 7, 6'nı 2'ye bölüp 3, 3'ü de Sonra 7'ye vurub vurup. bir-birinə Aysun. Deyir ki, dairəvi suallarda adətən çarpaz olur. 14-ü 2-yə bölürsən 7, 6-nı 2-yə bölürsən 3. 7 dəfə 3 olur 21. Bəli. Deyərsən ki, baxı burada alınmır deyəndə əgər 26-nı 4-ə böləndə olur 6,5. 8-i 4-ə böləndə eləyir 2. 6,5-i 2-yə vuranda 13 eləyir də. Bəli. 3, bu da 3. Vuranda olur 9. Bölüb bir-birinə vurursan. Burada belə bir sual var. Deyir ki, bax, aşağıdakı şəkildə hər üç bucağın içindəki ədəd, yəni üç bucağın içindəki ədədlər, ona qonşu olan iki dördbucaqlının içində yazılmalı olan natural ədədlərin hasilinə bərabərdir. Aha. X-in ala biləcəyi qiymətlərin cəmi. Baxın, X-in ala biləcəyi qiymətlərin cəmini isə deməli, X minimum 2 dənə qiymət alır. 2 dənə qiymət ala bilər. Normalda bax, 7 nədir bilirəm ki, 5'ten 1 vur 7 değil. Aha, 7-dən başlamaq daha yaxşı olar. 1 vur 7, 7. İndi 7-ni 35 eləmək üçün bir dənə 5-ə vurmaq lazımdır. İndi X də olur 5 vur 1, 5. Bu bizim birinci ehtimalımız. İkinci ehtimalda bilirsən nədir? 7 ilə 1-in yerlərini dəyişdirə bilərsən də. Bax, bura 7 yazıram, bura 1 yazıram da. Eyni şeydə 7 vur 1, 7. İndi 1-i nəyə vursan 35 eləyər. Təbii ki, 35-ə. 35 vur 1, 35. 35-i də 7-yə vuranda olur 245. Bax, X bir dəfə 245 olur, bir dəfə də 5 olur. Rəqəmlərin cəmi olur 250. Aydındır? Olur belə. Evet. Bu sual da magistr və dövlət qulluğunun qəbul sualıdır. Dövlət qulluğuna özü də 2 dəfə düşür. Sadədir əslində. Bax, 7-ni 9-a vurursan 63, 3-ü 8-ə vurursan 24. 63-dən 24-ü çıxırsan olur 39. Yuxarıları vurub çıxırsan sonra. 5 vur 8 40, 3 vur 9 27. 40-dan 27-nin çıxanda olacaq 13. Olur belə. Bəli Murad, buyurun. Mən bir sualım olacaktı. Ümumi sual yəni dərsdən kənar. Aha. Biz ümumiyyətlə bu çox məntiq məsələləri görməklə bağlıdır da. Təqribi neçə dəqiqə vaxt ayırmalıyıq sizin bu sahədə? Biz necədir? Bax, misal üçün, bax, belə suallara sən 1-2 dəqiqə vaxt ayırıb fikirləşə bilərsən. Gördün, tapa bilmirsən, ötür getsin. Çünki elə sual var ki, sadədir, amma sənin ağlına gəlmir. Yəni, elə sual var ki, sən baxan kimi tapa bilərsən.
Yəni bu şeylər biraz vərdişlə, o necə deyərlər, əlaqəli olan bir şeylərdir. Ki, yəni burada yəni əsas məsələ sualların üzərində çox qalmaq lazım deyil. Maksimum şəkildə sürətli işləmək lazımdır və bilmədiyin sualı ötürmək lazımdır. Çünki ola bilər ki, bu ümumiyyətlə bunlar elə bir şeydir ki, necə deyərlər, elə bir sual tipləridir ki, bunlar. Olar ki, misal üçün sən indi baxıb həll eləyə bilməzsən, sonra baxıb həll eləyəcəksən. Ona görə də yəni maksimum şəkildə bu sualları bildin yaz. Yəni hə, ümumiyyətlə imtahanda ümumiyyətlə necə deyərlər? Elə sual var ki, yazılmalıdır, elə sual var yazılmamalıdır. Nə belə olsa, yəni imtahanda sənin yazmayacağın sual da olmalıdır. Ki, yəni sən o sualı yazmaqdansa yazmamağın daha yaxşı olar. Çünki sual var ki, necə deyərlər? Oturub 10 dəqiqəyə həll eləyərsən, 1 bal alarsan. Sual var ki, 10 dəqiqəyə sən 6 dənə sual həll eləyərsən. Ona görə də bu biraz vərdişlə əlaqəli bir şeydir. Çalışın ki, imtahanda bir suala məsələn baxdın, gördün başın çıxmır, 1 dəqiqə falan tapa bilmədin, ötür getsin. Qaydanda adətən tapırsan. Yəni bu elə mənim özümdə də hal-hazırda olur o. Çünki məntiq biraz görməklə əlaqəli bir şeydir. Yəni məntiqdə sual sən rahat görə də bilərsən, görməyə də bilərsən. Onunla əlaqəlidir. Tamam. Bax, bununla əlaqəli bir şeylər. Deməli, heç nə, ədəd şəkil münasibətləri kifayət eləyər.